Salam, bugün 23 kiloqramlıq xiyarın turşusunu edəcəm. Mən xiyarları yuyub, ön və arxa hissəsini azca kəsib deşirəm. Bu üsulla edəndə xiyarlar çox xırt olur, köpüyünü yaxşıca çıxarır. Hamısını təmizlədikdən sonra əlavə qaba yığıram. Daha sonra üzərinə çıxana kimi su əlavə edib bir gecə gözlədirəm. Bu üsulla köpükləri çıxır, dərmanı nəyi varsa hamısı suyun üzərinə çıxır və xiyarlar çox xırt olur. Ağzını bağlayıb bir gecə gözlədirəm. Artıq səhər oldu. Qapağını açıb xiyarlarımızı təzədən ayrı qaba əlavə edirəm. İrili xırdalı ayırıram. İriləri altdan yığacam. Daha sonra bankaya doldururam. Mən 5 kiloqramlıq bankaya yığacam. Bunun üçün 5 kiloqramlıq bankaya 10 ədəd sarımsaq, 5 ədəd dəfnə yarpağı, 4 salxım kərəvüz. Kərəvüzün 2 salxımını aşağıdan yığıram. 2 salxımını da üstünə əlavə edəcəm. 10 ədəd qara istiot, quru şüyüd, bir dəstə xrem, 3 ədəd acı bibər əlavə edirəm. Acı bibərləri də deşib əlavə edirəm ki, acılığını yaxşı çıxarsın. Hamısını əlavə etdikdən sonra başlayıram xiyarlarımızı yığmağa. Ayırdığım iri xiyarları aşağıdan birinci onları yığıram. Yaxşı yığmaq istəyirsinizsə, sıx yığmaq istəyirsinizsə, bankanı böyür üstə tutun, eləcə rahat yığa biləcəksiniz. Sıx şəkildə hamısını yığdıqdan sonra üzərinə yenidən quru şüyüd və kərəvüz əlavə edirəm. Daha sonra üzərinə çıxana kimi qaynar su əlavə edirəm. Bu prosesi nəyə görə edirəm? Çünki xiyarı, göyü, hamısını yuyub əlavə edəndə üzərində çiy su qalır. Qaynar suyu da üzərinə əlavə edəndə çiy ilə qaynar su birləşir və atma ehtimalı çox olur. İndi mən bunun üzərinə qaynar su əlavə etdikdən sonra soyuyana kimi gözlədib, sonra təzədən süzüb, bir də qaynadıb üzərinə əlavə edəndə qəti şəkildə atmır. İllərdir ki, bu formada bağlayıram. İnanın ki, qəti şəkildə atma ehtimalı yoxdur. Üzərinə çıxana kimi qaynar suyu da əlavə edib ağzını bağlayıram. Ağzını bağladıqdan sonra soymasını gözləyirəm. Soyuduqdan sonra ağzını açıb suyunu süzürəm. Nəzərinizə çatdırın ki, mən buna duz, uksus, hələ heç nə əlavə etməmişəm. Təkcə qaynar sudur.